Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina ve habibina Muhammedin sallallahu aleyhi ve ala alihi ve sahbihi ve men sâra ala darbihi ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri. واحلل عقدة من لساني يفقهوا قولي اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما أما بعد السلام عليكم ورحمة الله وبركاته. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'de buyurur ki El-ahillâ'u yevmeizin ba'zuhum li ba'zin aduvun illel muttaqin. O gün, kıyamet günü bütün dostlar senden uzak kaçacak. İllel muttakin. Yalnız müttekilerden başka. Allah Subhanahu ve Teala bu ayet-i kerimeyle bizlere hayatta nece yaşamamızı ve nece davranmamızı ve hansı insanlarla oturmamızı bizlere tövsiye edir. Ve buyurur ki El-ahillâ'u yevmeizin ba'zuhum li ba'zin aduvun illel muttaqin. O gün bütün dostlar düşman olacak. İllel muttaqin. Müttekilerden başka. Nece ki Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki La tusahib illa mu'minen. Yalnız bir müminle yoldaşlık et, dostluk et. Çünkü o sana hayri öğreder ve seni pisliklerden çekindirer. Çünkü insanın yanında olan dostu, yakını onun hara gitmesi lazım olduğunu oranı gösterir. Ve o hedefe çatması için çalışır. Eğer hayırlı dostun varsa, hayırlı bir yoldaşın varsa bir gün o hayre sen de çatacaksın. Əks halda onun gittiği pis məqama, pis yere bir gün sen de gideceksin. Ona göre her zaman Müslüman, mümin dikkatli olmalıdır ki bu dünyada ayağı sürüşmesin. Çünkü insan bir defa yolunu azdısa artık çetin olur ki o insan bir daha düz yola qayıtsın. Peygamberimiz sallallahu aleyhi ve sellem her zaman bizlere tövsiye edir ki dostu, yoldaşı seçtiğin zaman düzgün seç. Nece ki hadiste Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki El-Muslimu ahul muslim. Müslüman, Müslümanın kardeşidir. Ve onlar birbirlerine hiç neyi zarar vermezler. Yani ondan sana hiç vaxt zarar gelmez. Çetin gününde senin yanında olar. Manevi, en esas da manevi. Çünkü İnsanın en çetin günü onun yolunu azdığı gündür. Allah Subhanahu ve Teala'nın yolundan çıktığı gündür. Eğer senin yaxşı kardeşin, yaxşı dostun varsa ve yaxud vaxtında onu düzgün seçmişsənsə, ne hoş senin halına ki o seni qaytarır. Qayıtmana kömək olur, yardım edir. Əks halda
Pis dostun isə sənin həyatını biraz da çətinləşdirir. Biraz da səni dərinə aparır. Və bir gün ayılıb görürsən ki, yalnız o insan səni yalnız pis işlərə yönləndirib. Allahın yolundan şeytanın yoluna döndərib səni. Ona görə hər zaman mümin düzgün düşünməlidir. Düzgün fikirləşməlidir ki, azmasına səbəb olmasın. Əbu Musa radiyallahu anhu buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, İnnəmə məsəlul cəlisus salihu və cəlisus su'i kəhamilil miski və nafiqul kiri. Həqiqətən salih birisi ilə yoldaşlıq eləməyin və pis insanla, pis yoldaşla yoldaşlıq eləməyin misalı kəhamilul miski və nafiqul kiri. Ətir satanla və nafiqul kiri, hansı ki tüstü ilə, çirkin iylərlə məşğul olan misalına bənzəyər. Hansı ki onların hər birisinin qoxusu sənə axır nəticədə toxunur. Əgər gözəl insanla dostluq etdikdə onun gözəl ətri sənə toxunur. Əgər pis insanla yoldaşlıq etsən, onun pisliyi sənin nə səni yandırır, nə də sənin paltarını. Yəni odla, sanki odla oynayırsan. Nə bir gün nə səni yandırır, nə də ki sənin libasını yandırır. Və yaxud da ki səndən onun xoşa gəlməz, iyi gəlir. Yəni pis əməllərindən, burada mənəvi əməllərdən gedir. Əhlül xeyr, xeyr əhli hər zaman səni xatırladır. Necə ki buyurulur ki, müsəlman, müsəlmanın güzgüsüdür. Əgər sən bir qardaşınla yoldaşlıq edirsənsə, dostluq edirsənsə, mütləq o qardaşının eyiblərini təklikdə ona xatırlatmalısan. Əgər xatırlatmırıqsa, demək, biz düzgün dostluq etmirik. Yəni, Allah üçün olan dostluğu etmirik biz. Çünki Allah üçün olan dostluqlar insanın eyiblərini gözəl şəkildə təklikdə insana xatırlatmaqla olur. O sənə, sən də ona və beləliklə insanın düzəlməsinə səbəb olur. Və burada alimlər bəzi gözəl faydalar gətirirlər ki, əhəmmül fəvaid əl-məcəlisus salihin, salihlərlə oturmağın əhəmiyyətli faydalarını gətirirlər. Birincisi, Ğufrani zunubi fi məcəlisus salihin, salihlərin məclislərində oturduğun zaman günahların bağışlanır. Çünki hər bir zikir məclisi yer üzərində olan ən faydalı və ən gözəl məclisdir. Çünki o məclisi mələklər əhatə edərlər. Və səmaya qədər mələklər o məclisi əhatə edərlər. Və Allah subhanahu wa ta'ala əmr edər ki, o məclisdə kimlər varsa hamısını bağışladım. Necə ki, Əbu Hurayra radiyallahu anhudan gələn hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnəlləhə mələikətun yatufuna fit-turuq yəltəmisuna əhləz-zikri fəizə vəcədu qavmən yədkurunəlləhə tənədu. Allah subhanahu wa ta'alənin yer üzündə dolaşan mələkləri var. Və onlar
zikr əhlini gördükdə, zikr əhlini, zikr məclisini gördükdə deyərlər ki, ey Rəbbim, yer üzərində bir toplum səni zikr edir, səni xatırlayır. Və Allah Subhanahu wa Ta'ala buyurar ki, get onlara söylə ki, onların hər birisini bağışladım. Və hətta buyurur ki, فَأُشْهِدُكُمْ أَنِّي غَفَرْتُ لَهُمْ. Yəni, mən onları, şahid olun ki, mən onları bağışladım. فَيَقُولُ الْمَلَائِكَةُ فَمِنْهُمْ فُلَانٌ عَبْدٌ خَطَّاءٌ إِنَّمَا مَرَّ فَجَلَسَ مَعَهُمْ. Onlardan, o məclisdə bir nəfər var idi ki, oradan yol keçərək, yəni o məclisi qəsd etmədən oturmuşdu. Və Allah Subhanahu wa Ta'ala buyurar ki, hum cüləsəu lə yəşqa cəlisuhum. Onlar xeyirli oturanlardır, onlarla oturanlar yəni bədbəxt olmazlar. Hər zaman xoşbəxt olarlar. Çünki o gözəl məclisdir. Və onların səbəbi ilə Allah Subhanahu wa Ta'ala onları da bağışlayır. Və buyurur ki, qad qafartu ləhu. Və onu da bağışladım. Və ikincisi, təallümül ilmü şər'i və raf'ül cəhli və icadül əl-mənhəci və siyari aleyh. İkinci gözəl faydalardan, möhtərəm qardaşlar, xeyirli, salih insanlarla oturmağın sənə Allahın elmini, dinini öyrədər və səndən cəhalətin qalxmasına səbəb olar və gözəl yolu, gözəl mənhəci, gözəl dinini öyrənməyin üçün sənə yol göstərər. Və bundan gözəl nə ola bilər, möhtərəm qardaşlar? Və hər bir mömin, hər bir müsəlman bu dünyaya gəlib ki, Allahın dinini öyrənsin. Allahın dinini tanısın, Rəbbini gözəl tanısın. Çünki bizlərə fürsət bir dəfə verilib. Bu dünyaya hər birimiz bir dəfə gəlmişik. Və hər birimiz də bu dünyadan köçəcəyik. Və baxmalıyıq ki, nə ilə bu dünyadan köçürük? Nə qazanıb gedirik bu dünyadan? Hansı əməllərimizlə gedirik? Və ona görə hər zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu məsələdə, bütün məsələlərdə olduğu kimi bu məsələdə də bizlərə gözəl seçim etməyi bizlərə tövsiyə edir. Ki, azmayaq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, əl-mar'u alə dini xalilihi. Kişi dostunun dini üzərindədir. Və sizdən, və sonra buyurur ki, baxın sizdən biriniz kiminlə yoldaşlıq edir, dostluq edir. Sonra üçüncüsü, möhtərəm qardaşlar, Hüməsun lit-ta'at, səni xeyir əməllərə, itaətlərə, ibadətlərə təşviq edər, səni həvəsləndirər. Əgər səndə tənbəllik varsa, sıxıntı varsa ibadətlərə qarşı sənə təkan olar. Sənə Rəbbinə qarşı, Rəbbinə tərəf getməyə sənə kömək edər. Səni xatırladar. Çünki hər birimiz xatırlanmağa ehtiyacımız var. Çünki müsəlman, mümin, insan ümumən qafildir. Və bizi yaradan Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, fədəkkir, xatırlat, fə innə zikra tənfəul müminin. Xatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Ona görə hər birimizin ətrafında, yanında, yörəsində Allahı xatırladan yoldaşlar olmalıdır. Ki, bu dünyanı, bu səfəri başa düzgün çatdıraq. Əgər bu səfərdə bizlərə düzgün yoldaşlar tapmasaq özümüzə, təbii ki, bu səfəri günahlarla, qafilliklə başa vurarıq.
Sonra buyurur ki: "Ennel celise salih yubassiruka bi'unik ve yedulluka ala evcehi'd za'fi ank." Səndə olan zəif nöqtələri, zəif məqamlarda sənə kömək edər. Yaxşı yoldaş, yaxşı dost sənin zəif məqamlarını görür. Çünki sənin zəif məqamlarını, çətin məqamlarını sən yalnız özün bilirsən və bir də ki, səninlə daim müləzim olan dostun, yoldaşın bilir. Və o zəif məqamlarında sənə yol göstərər və sən də ona. Və beləliklə müalicə olunmuş olarsınız. Hər iki tərəf də. Necə ki, Həsən rahimehullah buyurur ki: "El-mu'minu mar'atu axihi." Mümin qardaşının güzgüsüdür. "İn ra'a fihi malan ma la yu'jibuhu saddadah." Əgər görsə ki, onda xoşa gəlməz bir şey var, onu yönləndirər. Və qavvamahu, onu gücləndirər, dəstək olar. Və hafiza fi sirri və alaniyetihi, onun sirrini, təklikdə də, insanlar arasında da onu qoruyar, ona kömək edər. İnnel celisə salihi yasiluka bi əşxasin əxarin fətəntefi'u fihim və təzdadu xayra. Və gözəl insan, yaxşı, xeyirli insan səni daha gözəl, daha xeyirli insanlarla tanış edər. Rəbbinə yaxınlaşdıra biləcək daha yaxşı insanlarla tanış edər və beləliklə xeyrin üzərinə xeyrin artmış olar. Və sonra an tariqil celisi salih teta'arraf alel axtaike fil aqidə vel ibadat vel elfaz və qeyriha. Gözəl yoldaşla öz əqidə xatalarını, ibadətlərini, ləfslərini və qeyrilərini düzəlmənə səbəb olar. Və ən əsası da yədulluka alə vacibatin kunta qafilən anha. Sənə vacibləri xatırladar, hansı ki sən onlardan hər zaman qafil qalırsan. Və beləliklə sən qazanmış olursan. Bu səfəri gözəl şəkildə başa vurmana səbəb olar. Məcəlisatus salihə təcəaluka tanzuru ilə uluvi məkənətin fil ilm vəl ibadat vəl da'vəti vəl suluk. Salih insanlarla oturmağın səni uca məqamlara çatdırar, elmə çatdırar, ibadətlərə, dəvətə, gözəl əxlaqa çatdırar. Fəyəkunu zəlikə maslahətən və mənfəətən ləkə min vəcheyn. Və beləliklə sənin üçün mənfəət, məsləhət iki tərəfdən olar. Birincisi, zəvalül ucbi bin nəfs. Səndə olan ücub sifəti, bəyənmə sifəti səndən qalxar. Və özündən daha xeyirli insanı gördükdə ondan fayda götürərsən. Ondan təsirlənərsən. Və ənə zəlikə yəkunu səbəbən fi münafəsətik. Və xeyirli insan gördükdə onunla münafəsə etmək, yarışmağa həvəslənərsən xeyir əməllərdə. Və təzdədu hirsan, hirsin, istəyin artar xeyir əməllərə. Çünki zəif insanla olduqda sən zəifləyirsən. Görsən ki, bir insan 5 namaza məscidə gedir. Sənin ən yaxın yoldaşın. Və sən bu əməllərdə zəifsən. Və bir gün görəcəksən ki, sən də onunla yarışırsan. İstəyəcəksən ki, sən də ona çatasan. Sən də onun etdiyi xeyir əməllər edəsən. Çünki məsciddə namazları qılmaq
böyük fəzilətdir. Bacardığımız qədər ona səy göstərməliyik. Xüsusən də sübh namazını, işa namazını və insanın gözəl sonluğa aparır. Və xeyirli, salih insanlardan birisi buyurur ki, bir gün bir cənazəni yuduqda gördüm ki, bu insandan gözəl qoxu gəlir. Və hətta təəccübləndim ki, görən bu nə gözəl qoxudur belə. Zənn etdim ki, ətrafdakı insanlar onların tərəfindən bu onlara çatıb. Bu insanın qoxusu. Və gördüm ki, heç kəsin, yəni səyindən, heç kəsin etmədiyi bir şey bu insandan gözəl bir iyi gəlir. Gözəl bir qoxu gəlir. Və gətirdik insanı məscidə və gördük ki, hər kəs bu gözəl iyi hiss edir. Və deyir ki, onu yuyan insan bunu danışır. Deyir ki, mən bilmirdim ki, bu kimdir? Bu insan necə yaşayıb? Kim olub? Və cənazə namazından öncə imam buyurdu ki, bugün məscidimizin bir nurunu itirdik. Onu dedikdə artıq anladım ki, bu insanın kim olduğunu anladım. Və soruşdum ki, imamdan bu insan kim olub? Necə insan olub? Deyir ki, mən bu məsciddə 15 ildir imamam və bu insandan öncə məscidə gələ bilmədim. Hər zaman məndən öncə gəldi məscidə. Və əlhamdülillah bu gözəl sonluğun əlaməti idi ki, Allah subhanahu wa ta'ala bu dünyadan köçəndə ona gözəl qoxuyla köçməyi, gözəlliklə köçməyi müvəffəq etmişdir. Çünki insan bu dünyadan gözəl sonluqla gedərsə və sonu da gözəl olar. Necə ki, ayət kərimədə buyurur ki, mömin öldüyü zaman tətənəzzəl aleyhimul mələikə, ona mələklər nazil olar və deyər ki, la xavfun aleykum və lahum təhsənun. Sizə heç bir kədər, qorxu yoxdur bundan sonra. Ölüm anında onlara nazil olar və bu sözləri onlara təlqin edər. Bu gündən sonra sizdə heç bir qorxu, kədər yoxdur. Və insan yaşadığı kimi də dünyadan köçür. Necə yaşayarıqsa, elə də bu dünyadan köçərik. Və sonra, möhtərəm qardaşlar, əgər sənin Allahı xatırladan bir qardaşın varsa, dostun varsa, bil ki, İnnəkə təntəfi'u bidu'ahim ləkə bizahiril qayb. Və sənə həyatda olduğun zaman da və bu dünyadan köçdükdən sonra da bil ki, o sənə gizlində dua edir. Çünki o, sənin Allah üçün dostun idi. Allah üçün səninlə dostluq edirdi. Ona görə də o zaman hər zaman sənin yaxşılığını istəyərdi. Və bil ki, gizlində də, bu dünyada olduğunda da, dünyadan köçdükdə də hər zaman sənə dua edər. Necə ki, möminə hər zaman dua edir. Necə ki, sünnədə də varid olub ki, bir mömin dua edərkən Allahumma ğfir lil mu'minina vel mu'minat. Allahım, mömin kişi və qadınları bağışla. Vel muslimina vel muslimat. Müsəlman kişi və qadınları bağışla deyə dua etməlidir. El-əhyai minhum vel-əmvat. Onlardan diri və ölü olanları Rəbbim bağışla deyə dua etməlidir. Və bu duaları etdikdə mələklər deyər ki, وَلَكَ مِثْلُ ذَلِكَ. Sənə də onun misli qədər olsun. Allah da səni bağışlasın.
Və düşün ki, möhtərəm qardaşlar, düşünün ki, biz dua etməyimizlə mələklərin duasını qazanırıq. Bir qardaşımıza gizdində dua etməyimizlə mələklərin, günahkar, pak mələklərin dualarını qazanırıq. Və Allah onların dualarını qəbul edir. Və biz də onu qazanmış oluruq. Ona görə hər bir mömin qardaşı üçün dua etməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Də'vətul mər'il muslimi li əxihi bi zahiril qaybi müstəcəbə. Gizdində, qeybində qardaşına etdiyin dua müstəcəbə, məqbuldur. İndə rəsihi mələkun müvəkkəl. Və deyir, başının üzərində xeyirli bir mələk deyər ki, Də'a li əxihi bi xeyrin, qaləl mələkul müvəkkəl bihi əmin, əmin və ləkə mithl. O müvəkkəl olan, o seçilmiş o mələk başının üzərində olan əmin deyər və sonra deyər ki, və ləkə mithlu. Və sənə də onun misli qədər olsun. Nə dua etmisənsə qardaşına, onun misli qədər də Allah sənə nəsib etsin. Abdullah ibn Həsən radiyallahu anh buyurur ki, İstəkfir minəs sadiqi salih. Salih dostları artır. Fə in əysəru mə təsibuhu. Ondan sənə gələn ən yüngül şey ən yübəlliğəkə məvtəkə fəyəd'u lək. Sənin ölümün ona çatdıqda sənə dua edər. Ondan gələn ən balaca bir xeyrin, gör nə gözəl xeyirdir. Sənin ölümün ona çatdıqda, xəbəri ona çatdıqda sənin üçün Allahdan bağışlanma istəyər. Və sonra İnnəl məcalesətə vəl musadaqətə və ziyadətə fi səbəbun li məhəbbətillah. Onların birləşməsi Allahın razılığını qazanmasına səbəb olar. Necə ki buyurulur ki, hədis-i qudsidə vəcəbət məhəbbəti lil-mütəhəbbinə fiyyə. Mənim sevgim vacib olar o kəslərə ki, Allah üçün bir-birlərini sevirlər. Və mütəcəlisinə fiyyə. Mənim üçün bir yerdə otururlar. Yəni, məni xatırlamaq üçün bir yerdə otururlar. وَالْمُتَزَاوِرِينَ فِيَّ. Bir-birlərini məni ziyarət etmək üçün gedirlər. Məni xatırlamaq üçün gedirlər bir-birlərini ziyarət etməyə. وَالْمُتَبَاذِرِينَ فِيَّ. Mənim üçün nəsə bir yerdə edirlər. Və deyir, mənim sevgim onlara vacib olar. Çünki hər bir getdikləri məclisdə Allah üçün birləşərlər. Allahı xatırlayarlar. Və min thəmərati məcalisus salihin ənəhu ilə tuəddi ilə məhəbbətihim fillah vəl-hubbu fillah. Ləhu thəməratun azimə. O dostların Allah üçün birləşib, Allah üçün ayrılmasında Rəbbimizin onlara böyük mükafatı var. Necə ki, səhih hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin 7 sinif insanı saydıqda Səb'ətun yuzilluhumullahu fi zillihi yevmə la zillə illə zilluh. 7 sinif insan, hansı ki o insanlar ki qiyamət günü günəşin beyinləri qaynatdığı gündə, o çətin gündə Rəbbimizin kölgəsində kölgələnən 7 sinif insandan birisi də Allah üçün bir-birlərini sevənlər, bir-birləri ilə birləşənlər olacaqlar. Ona görə qardaşlarımızı Allah üçün sevməliyik.
Çünkü Allah üçün sevdikdə bütün istəklər, arzular hamısı yoxa çıxır. Dünya üçün olan istəklər, arzular hamısı yoxa çıxır. Və ondan ləzzət alırsan. Ondan ləzzət alırsan. Hər oturduqca qəlbin rahatlayır. Hər oturduqca qəlbin genişlənir, sinən genişlənir. Çünki yerlərin, göylərin sahibini xatırlayırsan. Və necə ki, Rəbbimiz buyurur ki, vəcəbət aleyyə məhəbbətum. Yəni onların sevgisi mənə vacib olar. Təbii ki, burada daha çox faydalar xatırlayırlar və hər birimiz üçün bu böyük bir, ibrətli bir tövsiyədir, dərsdir. Peyğəmbərimizin və onların, peyğəmbərlərin miras buraxdığı alimlərin bizlərə tövsiyələridir ki, hər zaman xeyir insanları həyatımızda çoxaldaq. Ətrafımızda salih insanları, xeyirli insanları çoxaldaq ki, bizim də bu dünyada yaşamamız üçün dəstək olsunlar. Yəni, ahirətimizi qazanmağımıza dəstək olsunlar. Çünki, möhtərəm qardaşlar, bizi hər zaman ölümü xatırladan bir yoldaşımız olmalıdır, dostumuz olmalıdır. Çünki insan hər zaman qafildir. Və belə olduğu zaman Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yolunu düzgün şəkildə anlamış olarıq, onu tətbiq etmiş olarıq. Allah subhanahu wa ta'ala hər birimizi gözəl, salih dostların ətrafında cəm etsin. Allah subhanahu wa ta'ala bizi eşli faydalanlardan etsin. Allah subhanahu wa ta'ala bizləri bağışlasın. Bu gözəl məclisdən ayrılmadan hər birimizi Rəbbimiz bağışlasın. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.